Azərbaycan Xalq Parlamenti Seçki Komissiyasının Azərbaycan qadınına müraciəti. Azərbaycan qadını, sən bu xalqın dözümü, vicdanı və gücüsən. Əzabla böyütdüyün evlatlar tarix yazıb, azadlığın yolunu açıb. Məmmədəmin Rəsulzadəni də, Elçibəyi də sən dünyaya gətirdin. Vətənin namusu tapdalananda sinəsini düşmənə sipər edən Mübariz İbrahimovu, vətən uğrunda can verən şəhid qəhrəmanları sən böyütdün. Bugün yenə sənə ehtiyac var. Səsini ucalt, susma, kənarda qalma. Azərbaycan Xalq Parlamentinə qoşul, seçkilərə qatıl, sözünü de, mövqeyini göstər. Ləyaqətə səs ver, ədalətə səs ver, gələcəyə səs ver. Unutma, şərqdə ilk seçki hüququ sənə verilib. Bu haqqı səndən heç kim ala bilməz. Heç kim səni mübarizədən uzaqlaşdıra bilməz. Bugün sən şəhidin anasısan, qazinin bacısısan, milli qəhrəmanın həyat yoldaşısan. Azadlıq və ədalət ən çox sənə yaraşır. Ayağa qalx Azərbaycan qadını, seçkilərə qatıl, talihini öz əlinə al. Dövlətdə yaşamaq mümkün deyil. Camaat acından ölür yerdə. Nə dərman pulu tapılır, nə... Müstəqildə qadınlar yol sürür. Demizlə aldığınız maaş əmələ gəlmir. Burada qadın. Demirsə, vətəndaşı qəbul eləməyən məmur niyə oturub burada? Onu mən bir dənə başa salım, niyə oturub burada? Bu məni qəbul eləmirsə, niyə oturub? Bax, elə gəlirlər Ferrari maşınlarını nümayiş etdirməyə.